Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi yenidən. Bugünkü izahımız sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçündür. Sertifikasiya 2026 artıq növbəti model sınaqlar layihəmizə başladıq. 2023-dən bu yana biz sertifikasiya hazırlaşan ibtidai sinif müəllimlər üçün davamlı model sınaqlar və yetəri qədər mövzu izahları, əlavə suallar və s. paylaşırıq. Bugün isə model sınaqlarımıza başladıq və bildiyimiz kimi sertifikasiya proqramı artıq yenilənib. Yeni əlavələr var. Faiz məsələsi artırılıb, fəza fiqurları artırılıb, ədədin bölünənlər və s. Qarşıdakı suallarda da yeni artırılan mövzulara toxunulub. Vaxt itirmədən keçək suallarımızın izahına və qeyd edeyim ki, sualların sınavımızda təşkil etdiyimiz sualların əksəriyyəti keçirilən sertifikasiya imtahanlarında olan sualların alternativləridir. Yəni, eyni tipli suallar, ədədlər, rəqəmlər fərqli. Bu da bizə sırf imtahan yönündə hazırlaşmamıza köməklik göstərəcək. Başlayaq birinci sualımızdan. Düzbucaqlının perimetrinin 5-də 3-ü 24 santimetrdir. Bu düzbucaqlının perimetrinə bərabər olan kvadratın daxilinə çəkilmiş çevrənin radiusu neçə santimetrdir? Ümumiyyətlə keçirilən bütün sertifikasiya imtahanlarında demək olar ki, bu sual düşüb. Kvadratın daxilinə çəkilmiş çevrə. Əvvəlcə nə edəcəyik? Düzbucaqlının perimetrinin 5-də 3-ü 24 santimetrdirsə, biz bundan istifadə edib düzbucaqlının perimetrini taparıq. Bu hissəsinə görə ədədin tapılmasıdır. 5-də 3-ü 24 olan ədəd. Hissəsinə görə ədəd tapmaq üçün ədədi böləcəyik 5-də 3-ə və bunun tərsinə vuracaq. 24 vurulsun 3-də 5. 3-ə 1, 24 3-ə 8 dəfə 5, 40 santimetr. Bu 40 santimetr düzbucaqlının perimetridir. Kvadratın perimetri də buna bərabərdir. Və kvadrat bütün tərəfləri bərabər olan dördbucaqlı olduğundan 40 santimetri bölürük 4-ə bərabər 10 santimetr. Bu tapdığımız 10 santimetr kvadratın tərəfidir. Bizdən isə kvadratın daxilinə çəkilmiş çevrədən soruşulur. Kvadratın daxilinə çəkilmiş çevrədə isə bilməli olduğumuz ən vacib məsələ burada radius tərəfin yarısına bərabərdir. Kvadratın, bir də təkrar edirəm, kvadratın daxilinə çəkilmiş çevrənin radiusu kvadratın tərəfinin yarısına bərabərdir. Diametr isə tərəfinə bərabərdir. Gördüyümüz kimi diametr tərəfə bərabərdir. Diametr tərəfə bərabərdirsə radius diametrin yarısı olduğundan eyni zamanda tərəfin də yarısı olacaq. 10 bölünsün 2 bərabər 5 santimetr. Doğru cavab A variantı. Keçək növbəti suallarımıza. Sualların hər biri dediyim kimi həm imtahanda, həm də təhsil institutunun bazasında olan sualların əsasında yazılıb. Kiloqramı 10 manat olan peçenyedən 3 kiloqram, kiloqramı 13 manat olan peçenyedən isə 2 kiloqram alıb qarışdırdılar. Alınan qarışığın 1 kiloqramı neçə oldu? Yəni neçə manat oldu? 10 manat olan peçenyedən 3 kiloqram alınıbsa, nə qədər pul ödənilib cəm olaraq bunu tapırıq. Onu vuracaqsan 3-ə bərabər elədi 30 manat. Kiloqramı 13 manat olan peçenyedən isə 2 kiloqram alınıb. O zaman buna nə qədər pul ödəmişik? 13 manatı vurarıq 2 kiloqrama. Bu da bərabər elədi 26 manat. İndi alınan qarışığın 1 kiloqramı. Biz bunları qarışdıracağıq. Qarışdıranda ümumi məbləğlər, ümumi kütlələri cəminə bölünəcək. Baxın, 30 üstə gələ 26 bərabərdir 56 manat. Bəs kiloqram olaraq nə qədər qarışdırılır? 3 kiloqram, 2 kiloqram. 3 üstə gələ 2 də bərabər 5 kiloqram. İndi ümumi qarışığın qiyməti 56 manatdır, çəkisi 5 kiloqramdır. Və bunları biz 1 kiloqramı tapmaq üçün 56-nı bölərik 5-ə. 56-nı da 5-ə böləndə 11 manat düşəcək. Orada 1 manat qalır. O 1 manat da 5 yerə böləndə 20 qəpik. 11 manat 20 qəpik. Doğru cavab elədi C variantında. Ayrı-ayrı hesabladıq və rahatçılıqla tapdıq. Bu tipli sual. Ədədin minliyini 2 vahid artırıb, onluğunu 7 vahid azaltdılar. Alınan ədəd necə dəyişdi? Ədədin minliyini 2 vahid artırmaq, həmin ədədi 2000 vahid artırmaq deməkdir. Bunu hər hansı bir nümunə üzərində də indi sizə göstərəcəm. Riyazi qayda budur. Hər hansı bir ədəd üzərində də dediyim kimi göstərə bilərik. Onluğunu 7 vahid azaltdılar. Ümumiyyətlə, yadda saxlayın ki, müəllimlər, hansı mərtəbəni, hansı rəqəm qədər artırıb və ya azaldırıqsa, həmin mərtəbəni o rəqəmə vuracağıq. Artırma varsa üstəgəl yazacağıq, azaltma varsa çıx yazacağıq. Onluğunu 7 vahid azaltdılar. Onluğu 7 vahid azaltmaq, onu 7-yə vuracaqsan çıx 70.
Bu da bərabərdir. 2000-dən 70-i çıxanda nə qalır? 2000-dən 70-i çıxanda qalır 1930. Cavabda müsbət alınmaq bunun 1930 vahid artması deməkdir. Demək cavab oldu nə? 1930 vahid artdı. Y variantı. Nümunə kimi necə yaza bilərik? Minliyini 2 vahid artırıb, onda minliyini bunu 1 götürürüm. Müəllim 2 də götürə bilərikmi? Əlbəttə 2 də 3 də. Sadəcə elə bir rəqəm götürün ki, 2 vahid artıranda məsələn burada 9 olmasın, 11-ə keçməsin, işimiz rahat olsun. Onluğunu 7 vahid azaltmaq. Bizdə yüzlükdən söhbət getmir, ona görə 0 yaza bilərik, başqa rəqəmlə yaza bilərik. Onluğunu 7 vahid azaltılır. Siz indi onluğuna 7-dən böyük bir rəqəm yazın ki, işimiz rahat olsun. Məsələn 9 yazıram. Təkliyi də onsuz da bizim üçün bir önəmi yoxdur. Burada olsun 5. Bizim götürdüyümüz ədəd 1095'dir. İndi bu prosesləri bu 1095'in üzərində tətbiq edəcəyik. Minliyini 2 vahid artırmaq. Minliyi 1'dir. 2 vahid artıranda elədi 3. Yüzlüklə işimiz yoxdur, qalır. Onluğunu 7 vahid azaltılır. Onluq 9'dur. 7 vahid azaldanda elədi 2. Təkliyi də 5'dir. 1095'dən 3025'e gəlmişik. Təbii ki, artım baş verib. Artımı da tapmaq üçün 3025'dən çıxaram 1095'i. 0, 12'den 9, 3, 0, 2000, daha doğrusu buradan 9 qalır. Nə qədər? 9, burada da 1930 vahid. Aydın oldu müəllimlər. Amma sizə tövsiyəm, çalışın bu yolu öyrənin. Bax, bu yol daha rahatdır və vaxtla bağlı bizə bənaət edir. Bu ədəd, belə bir sual. Sualın quruluşu ola bilər. Sizə biraz çətinlicə gəlsin. Bu nədir? Bu yazılış ədədin mərtəbə toplananlarının cəmi şəklində yazılışıdır. Bir də təkrar edirəm. Bu yazılışın adı ədədin mərtəbə toplananlarının cəmi şəklində yazılışıdır. Bu nə deməkdir müəllim? Baxın. Biz 2 rəqəmli AB ədədini necə yazırdıq? 10A üstəgələk B. 3 rəqəmli ABC ədədini necə yazırdıq? 100A üstəgələk 10B üstəgələk C. Bunu uzada bilərik. ABCD yaza bilərik və s. və ilə axır. Yəni uyğun mərtəbələrindəki rəqəm vurulur mərtəbə vahidinə və toplanılır. İndi burada bizim ədədimiz neçə rəqəmlidir? Təkli, onluq, yüzlük, minlik, 10 min, 100 min. 6 rəqəmli bir ədəddir, 100 minlik. Baxırıq ki, burada yazılıb, bax, 100 minlik mərtəbəsində duran rəqəm 3'dür, vurulub 100 minə. X-i burada biz bilmirik. Amma X hansı mərtəbədə durur? Təkli, onluq, yüzlük, minlik, 10 min. 10 minə hansı rəqəmi vurmuşuq? Baxın, 6'nı. Onda deyə bilərik ki, X 6'ya bərabərdir. Üstəgələk, təkli, onluq, yüzlük, minlik, 4'ü minə vurmuşuq. Hansı ki 4 minlikdədir. Bir də bizə burada lazımdır Y. Y hansı mərtəbədə durur? Təkli, onluq, yüzlük. Burada baxırıq nəyi 100'ə vurmuşuq? 5'i. Demək Y də bərabərdir 5. Yəni bu açılış bizə əsas verir ki, biz X və Y ədədini tapaq və ədədimizi müəyyənləşdirək. Müəyyənləşdirəndən sonra hansı mərtəbəyə qədər yuvarlaqlaşdırma deyirsə onu rahat hesablayaq. Ədədimizi yazırıq. 3, 6, 4, Y-in yerinə 5, 2, 6. 364.526. İndi bu ədədi minliklərə qədər yuvarlaqlaşdıraq. Minliklərə qədər yuvarlaqlaşdıranda təkli, onluq, yüzlük, minlik. 4'dən sonra gələn rəqəm 5'dir. Yazıram 36. 4'dən sonra gələn rəqəm 5'dir. 5 olduğuna görə biz bir vahid bura artım verəcək. Bu eləyəcək 5. Qalanları 0. Yuvarlaqlaşdırmanı yadımıza salırıq. Yuvarlaqlaşdırmada hansı mərtəbəyə qədər yuvarlaqlaşdırma bizdən tələb olunurdursa, həmin mərtəbədəki rəqəmi qeyd edirdik. Həmin mərtəbədəki rəqəmdən sonra gələn rəqəm 0, 1, 2, 3, 4 rəqəmlərindən biri idisə dəyişmə baş vermirdi. Özündən sonrakılar 0 ilə əvəz olunurdu. Mərtəbədə qeyd elədiyimiz rəqəmdən sonra gələn rəqəm 5, 6, 7, 8, 9 rəqəmlərindən biridirsə, mərtəbədə qeyd elədiyimiz rəqəm bir vahid artırırdıq, sonrakılar 0. İndi eyni ədədi 364.526-nı yüzlüyə qədər təkli, onluq, yüzlük. İndi bu dəfə 5'dən sonra gələn rəqəm 2'dir. Dəyişmə baş verəcək, baş verməyəcək. Olacaq 364, 5, qalanları da 0. Deyə bilərsiniz, bəzi şeylər ola bilər ki, bilən müəllimlər üçün bu qədər kiçik detal niyə izah edirsiniz? Bu izah mənim özüm üçün deyil, müəllimlər üçündür. Bu izaha yüzlərlə, minlərlə müəllim baxır. Məqsədimiz izahdan nə isə öyrənməkdir. Və bunların fərqini soruşur məndən. 365.000 çıxılsın 364.526
500. Bunlar bir-birindən çıxanda cavab qalır 500. Doğru cavab D variantı. 5-ci sualımız. 5-ci sual olmazsa olmazı və fikir verirsinizsə müəllimlər, burada sürətləri mən onluq, kəsir və s. formasında yazıram. Daha çox çalışıram ki, məsələ həllərində ədədlərimiz onluq kəsirlərlə olsun. Çünki onluq kəsirlər həm MIG, həm də sertifikasiya proqramında xüsusi yer tutur və məsələ misal həllərində onlara geniş yer verilir. Baxaq, katerin durğun suda sürəti çayın axma sürətindən 4,5 dəfə çoxdur. Katerin durğun sudakı sürəti katerin öz sürəti deməkdir. Durğun su, axarsız su deməkdir. Göl də deyə bilərik. O zaman katerin öz sürəti və çayın bura sürətini yazıram baş hərflərindən. Çayın sürətini bilmirəm. Ona görə çayın sürətini mən x götürəcəm. Katerin sürətini götürəcəm 4,5x. Kater axına qarşı 4 saat, axın ilə 6 saat hərəkət edir. Bunu kiçik bir xatırlatma eləyək. Bu bizim çayımızdır. Çayın istiqamətini oxla göstərirəm. Bunun üzərində də kater şəkli çəkirəm. Katerin istiqamətini də oxla göstərirəm. Bura kater, bura çay. Axın ilə olanda hər zaman sürətlər toplanır. Kater üstə gələk çay olur. Bunu biz külək istiqamətində gediş kimi də təsəvvür edə bilərik. Yəni külək əsən istiqamətdə biz gedəndə sanki külək bizi daha tez aparır mənzil başına. Əksi olanda bu tutaq ki, çayın istiqamətidir və bunun üzərində kater hərəkət edir. Oxla göstərirəm. Bura kater, bura çay. Bu zaman küləyin əksinə doğru hərəkət kimi başa düşə bilərik bunu. Nümunə olaraq katerin sürətindən çayın sürətinə çıxırıq. İndi bizə deyir ki, kater axına qarşı 4 saat. Axına qarşı 4 saat gedirsə 4 vurulsun. Axına qarşı az öncə dedik sürətlər çıxılacaq. 4,5x çıxılsın x. Axın ilə 6 saat. Axın ilə 6 saat hərəkət edir. Axın ilə 6 saat hərəkət edir. 6 vurulsun. 4,5x üstə gələk x axın ilə. Və ümumi qət edilən məsafə 188 km. Üstə gələk cəmi 188. Neynədik? Yenə də S bərabərdir VT düsturundan kənara çıxmadıq. Sadəcə axına qarşı sürəti axına qarşı olan zamana vurduq. Axın ilə olan sürəti axın ilə olan zamana vurduq. Topladıq, ümumi məsafəyə bərabər elədik. Buradan bu tərəfə dalınan artıq tənlidir. Tənliyi həll eləyəcəyik. 4,5-dən x-i çıxanda qalır 3,5. 3,5-i 4-ə vuranda elədi 14x. Üzərinə gəlinsin. 4,5 ilə x-i toplayanda 5,5 eləyir. 6-nı 5,5-ə vuranda 33x. Bərabərdir 188. Buradan 47x bərabərdir 188. X də bərabərdir 188 47-yə böləndə 4. X-i bərabərdir 4 tapdıq. 4 tapandan sonra gətirib yerinə yazsaq, katerin sürəti 4,5-i 4-ə vuranda 18 eləyər, çayın sürəti də 4-dür. Bizdən təzədən axına qarşı sürəti soruşur. Axına qarşı sürət 18 çıxılsın 4 bərabər 14. Axın ilə də soruşa bilərdi müəllimlər. O zaman 18-in üzərinə 4 gəlib 22 yazardıq. Bu da bizim kater məsələmiz idi. Növbəti faizlə bağlı olan bir nümunədir. Faiz məsələləri də artıq geniş düşən suallar mövzusuna aiddir. Hər sonraki özündən əvvəlkinin 40% olan 3 ədədin ədəd ortası 78 olarsa, kiçik ədədin rəqəmləri cəmini tapın. Əvvəlcə biz bu ədədlərin cəmini tapa bilərik. Ədədi ortanı saya vuranda həmin ədədlərin cəmini tapırıq. 3 ədəddən söhbət gedir, ədədi ortada 78-dir. 78-i vuranda 3-ə bərabər eləyər 234. İndi bizim ədədlərimiz, birinci ədədimiz x-dir. Hər sonraki özündən əvvəlkinin 40%. İkinci ədədimiz x-in 40%-ni tapacaq. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Bunu da böləcəksən 100-ə. Sıfırlar gedir. 4x-i də 10-a böləndə elədi 0,4x. 0,4x. Üçüncü, bu 0,4x-in də 40%-ni tapacaq. Çünki şərtdə bizə deyir, hər biri hər sonraki özündən əvvəlkinin 40%. Vurulsun, burada nə yazırıq? Yenə 100 yazırıq. 0,40 vurulsun 40, daha doğrusu bölək 100. Ədədin faizinin tapılmasıdır. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölürük. Burada
Bunu vuranda bu sıfırla bu gedir 16 qalır. 16-nı da 100-ə böləndə 0,16x. Artıq bizim bütün ədədlərimiz hazırdır. X üstəgələk 0,4x üstəgələk 0,16x bərabərdir 234. Tənliyimizi yenə həll edəcəyik. Bunları toplasaq bu eləyər 1 tam yüzdə nə qədər eləyir? 1 tam yüzdə 56 x bərabərdir 234. Buradan da x-i tapsaq 234-ü 1 tam yüzdə 56-ya böləndə eləyəcək müəllimlər nə qədər? 150. 150 eləyəcək. İndi müəllimlər bizdən ədədləri, daha doğrusu kiçik ədəd rəqəmləri cəmini soruşur. Gətirib yerinə yazsaq, birinci ədədimiz 150-dir. İkinci ədədimiz 150-ni 0,4-ə vuranda vergüllə 0 gedir. 15-i 4-ə vururuq. 60 eləyir. Üçüncü ədədimiz 0,16-nı 150-yə vuranda 24. Ən kiçik ədədimiz hansıdır? Ən kiçik ədədim 24-dür. 24-ün də rəqəmləri cəmi 2/4 bərabər elədir 6. Növbəti sualımız demək çevirmə ilə bağlıdır. Bilirik ki, çevirmələr MİQ və sertifikasiyanın ayrılmaz hissəsidir. Hər imtahan bununla bağlı sual düşür. Bu uzunluq da ola bilir, sahə də ola bilir, həcm də ola bilir artıq. 1 metrin 4/3 hissəsi 25 desimetrin hansı hissəsidir? Biz burada 1 metrin 4/3 deyəndə 1 metr 4/3 yazanda kəsir alırıq. Ona görə çevirmə eləməliyik. 1 metri də desimetrdə santimetrə çevirməliyik ki, işimiz rahat olsun. Biz bilirik ki, 1 metrimiz bərabərdir 100 santimetr. 100 santimetr. 1 desimetrimiz bərabərdir 10 santimetr. İndi 1 metrimiz 100 santimetrdirsə 100-ün 4/3-ünü tapacağıq. 4/4-ə 1, 100/4-ə 25. 25-i 3-ə vuranda 75 santimetr. Bu 75 santimetr 25 desimetrin hansı hissəsidir? Eyni vahidlərə keçməliyik. 25-i də vuracaqsan 10-a, bir desimetrimiz 10 santimetrdirsə, 25 desimetrimiz 25 vurulsun 10, yəni 250 santimetrdir. Bir ədəd digər ədədin hansı hissəsidir deyəndə hər zaman birincini ikinciyə böləcəyik. 75 bölünsün 250. İndi bunu ixtisarla da verə bilər bizə, amma baxırıq ki, elə 250-də 75-in özü var da burada Y variantında. İşimiz rahatdır. Növbəti yaş məsələsi sütun bölmələrdən biri. Oxuyaq məsələmizi. Kamranın yaşı atasının indiki yaşının 2də birindən 12 vahid azdır. Tamam, burası biz sonra qaydacağıq. Baxırıq görək məsələdə ipucu hardadır. Atanın 4 il əvvəl 40 yaşı var idi. Bu məsələni həll eləmək üçün bizə açar cümlə, lazım olan cümlə bax buradır. Atanın 4 il əvvəl 40 yaşı var idi. O zaman atanın indi neçə yaşı var? Bax bunu tapmalıyıq. İndi 4 il əvvəl 40-dırsa, indi 40 üstə gələk 4 bərabərdir 44. Demək atanın indi 44 yaşı var. Oğlun yaşı isə, yəni Kamranın yaşı isə atasının yaşının 2də birindən 12 vahid azdır. 44-ün 2də birindən 12 vahid az. 2də birini tapıb 12 çıxırıq. 44-ün 2də biri 22 eləyir. 22-dən 12-nin çıxanda qalır 10. Demək bu da oğlun indiki yaşıdır. Hər birinin indiki yaşını tapdıq. İndi işimiz rahatdır. Atanın 6 il sonraki 44 üstə gələk 6 bərabər 50. Kamranın 2 il əvvəlki yaşı. Kamranın 2 il əvvəlki yaşı 10-dur. Ondan 2 çıxacaq, qalacaq 8. Cəmini soruşur. 50 ilə də 8-in cəmi 50 üstə gələk 8 bərabər 58. Doğru cavab C variantı. Yəni bu yaş məsələsi də Təhsil İnstitutunun MİQ və sertifikasiya imtahanında istifadə etdiyi suallardan biridir. Sadəcə olaraq ədədi, rəqəmi, adları dəyişmişik. Yəni məsələnin alternativini yaratmışıq. Belə deyək. 9-cu sualımız fəza fiquru. Artıq fəza fiqurları imtahanın ayrılmaz hissəsidir. Düzbucaqlı paralelipipedin iki rəngli üzünün hansı ki burada görsənir. Sahələri cəmi 92 kvadrat santimetr olarsa onun bütün tillərin uzunluqlarını tap. Bilirik ki, düzbucaqlı paralelipipedin və ya digər adı kuboidin üzləri nələrdir? Düzbucaqlılar. Həmin o düzbucaqlının biri budur.
Baxın, biri budur, biri də budur. Qırmızı ilə dedik. Və bunların ölçüləri də mənə məlumdur. Bura 4-dürsə, bura da 4-dür. 10 da, bax bu düzbucaqlının birini burada çəkirəm. 16-dırsa, bura 4. Onda bu düzbucaqlının sahəsi nədir? N-lə uzunluğun hasili. Yəni 64. Üstə gələk. Mən bu ölçünü bilmirəm. Baxın, burada bu balaca ölçünü bura çəkirəm. Bax, bunu mən bilmirəm. Bu qırmızını. Amma bunun bu hissəsini 4 bilirəm. Buranı da x götürsək. 10 da, bu da bir düzbucaqlıdır. 4, bura x. Bunun sahəsi 4x eləyəcək. Və bunların sahələri cəmi 92-dir. Üstə gələk 4x bərabərdir 92. Buradan 4x bərabərdir 92-dən 64-ü çıxanda qalır 28. X də bərabər 28-i 4-ə böləndə elədi 7. X-i bərabərdir 7 tapdıq. Onda burada yazıram 7. 4, 7, 16. Düzbucaqlının bütün tillərinin uzunluqları cəmini tapın. İndi buradan hər bunları silirəm. Bax, bunun üzərinə silirəm bunu. Bura 4-dür, bura 7-dir, bura da 16-dır. Hər tildən 4 dənədir. Baxın, 4 uzunluğu 4 cm olan tillər hansıdır? 1, 2, 3, 4. Sonra uzunluğu 7 cm olan tillər 1, 2, 3, 4. 16 olanlar 1, 2, 3, 4. Və düzbucaqlı paralelepipedin 3 tili olduğundan belə tillərin uzunluqları cəmi bu düsturla hesablanır. 4A üstə gələk 4B, üstə gələk 4C. Amma bunu göstərdim ki, bu hardan alınır. Gətirək yazaq. 4 vurulsun 4, üstə gələk 4 vurulsun 7, üstə gələk 4 vurulsun 16. Bərabərdir 16, üstə gələk 28, üstə gələk 64. Bu da eləyəcək 108 sm. Bunun üçün kanalda fəza fiqurlarına bağlı kifayət qədər dərs çəkmişəm. Mütləq baxın, analiz eləyin. Gəldik müəllimlər növbəti sualımıza. Bu sualda sürət məsələsi kimi, sürət və ədəd məsələsinin sintezi kimi düşünə bilərik. 8:30-da kursa çatmaq qərarına gələn Elvin 8:22-də yolun 3/2 hissəsini getmişdi. Bu bizim yolumuzdur. 3/2-sini deyirsə, demək yol 3 hissəlidir. 8:30-da kursa çatmaq qərarına gəlin. Kursumuzun çatmaq vaxtı 8:30-dur. Həmin sürətlə yoluna davam edərək kursa təyin edilən vaxtından 2 dəqiqə tez çat. Sən mənzil başına, istədiyin hər hansı bir yerə planlaşdırmısan ki, 8:30-da çatacaqsan. Amma elə olur ki, sürətlə gedirsən və ya hər hansı bir məsələ olur, sən daha tez çatırsan. 2 dəqiqə tez. 8:30-dan 2 dəqiqə tez neçə deməkdir? 8, 28. No, 8:28 deyək də bura. İndi 3/2-sini də getmişdi. Bu yolun biri də 3/2 hissəsi də bax buradır. Yolun 3/2 hissəsi. Yəni bax, bunu sənə göstərəm. Bu hissəni gedib. İndi neçədə burada olub? 8:22-də. Sual verirəm sizə. Müəllimlər, bu sonuncu hissəyə neçə dəqiqə vaxt sərf edib? Buradan bura qədər 6 dəqiqə gedilibsə və bütün hissələrdə həmin sürətlə sözü önəmlidir. Yəni, bərabər sürətlə gedibsə, onda bura 6 dəqiqə gedilibsə, ikinci hissəyə də 6 dəqiqə gedilib, birinci hissəyə də 6 dəqiqə vaxt sərf edilib, 3 dənə 6-mız eləyəcək 18 dəqiqə. Demək, hər hissədə 6 dəqiqə vaxt sərf edib, doğru cavab bu olabilir. Bu qədər müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Sözün əsl mənasında bu izahlar sizi imtahanda uğura aparacaq. Yeni qruplarımızla bağlı məlumat almaq istəyirsinizsə, dərslərə qoşulmaq istəyirsinizsə, qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar arzulayıram müəllimlər. İnşallah növbəti izahlarda görüşərik. Hələlik.